gəldi, o gün nəsə söz verildi Rasim müəllimə. Rasim müəllimə hamı çıxıb deşə alim müəllim belə oxuyur, yaxşı oğlandı, toy mübarək. Gördüm ki, o da eləncik demək istəyir. Mənə qayıtdı ki, sən şeydən başla. Gəldim belə, yəni aktyorluq sənətinin dilində, o işte olan o dahili. Gördüm da zarafatlaşmaq. Gəldim, bu da demək istəyir ki, belə də, demək, deyən, qardaş, nə ağırsan sən? Bu nə deməkdir? Əməli başlı bu şeylə gördüm Allah haqqı, o aktör ki, o səhnə arxasında ki, hazırlaşır ki, səhnəyə çıxacaq. Gördüm bunun orada başqalaşdı. Sifəti zadı dəyişdi, Allahı. Mən qofdum birincidir. Mən belə şey, sözünü kəsmişəm onu, belə bir şey eləmişəm, mən onu təpinmişəm. Gördüm Allah, bunun sifəti zadı orada dəyişdi birdən dedi belə, Allahu Ekber, dedim, Allah Şirzad sən gəl bəri, ayağını nağara. Orada poz gedə-gedə bir dənə orada bir kompozisiya əmələ gəldi. Yəni, mən özüm onu 1000 dəfə qulaq asmışam və ağlamışam. Tamaşaçılar çox maraqlanır yəqin ki, görüm o nə görüntüdür. Gəlin o kompozisiyanı baba burada indi göstərək biz. Xod elə, səsi xod elə. Allahu Ekber ey səməm, hüsnünə heyran olmuşam.